Salam. Biz bugün güvənin sınav 6-cı test tapşırıqlarından 61-ci testin izahına baxacağıq. Şah İsmayıl Xətainin Dəhnamə əsərindən seçilmiş beytlərdən hansının izahı səhvdir? Gəlin baxaq bir-bir. A variantı. Məşuq ilə eşqi tanımazdım. Heç kimə könül verim deməzdim. Əsərin qəhrəmanının eşqə inanmadığı deyilir. Bəli, hətta o eşqə inananları belə səfeh adlandırır. A variantı doğrudur. B. Yırtdı əlindən alıb kitabın, saydı yüzünə, üyub babın. Məşuqaya aiddir. Səbaya səth rəftarı təsvir olunur. Bəli, hətta o hiddətlənir. C variantı. Qayıtdı səbazi dərgahı şah, cəmnak məlul düşdü bərbrah. Aşiqin xoş əhvalla gələn Səbanı sevinclə qarşılamasını bəhs olunur. Bu, Səbanın ikinci məktubunda yer alır. Xeyr, burada sevinclə deyil, əksinə kədərlə qarşılamasından bəhs olunur. Cavabımız elə C variantıdır. Soruşdu ana kim? Səba mısan sən? Eşq əhlinə aşina mısan sən? Bunu bağban soruşur Səbadan. Elə birinci məktubu gətirəndə deyir, bağbanın Səbanı görüb onunla danışdığı hissədəndir. Bəli, deyirsən də aşiq əhlindən sən sual verir və özünü ona təqdim edir. Y variantı. Sürdü qatı atın ol vəfadar, ol bağa erişdi, qandadır ya. Səbanın məşuqənin olduğu bağda gəldiyi epizoda aiddir. Bəli, bu da doğrudur. Beləliklə cavabımız C variantıdır.